Salam, hər vaxtınız xeyir olsun, əziz izləyicilərimiz. Sağlamlıq 360 efirdədir. Mən Aynur Nadir qızının təqdimatında bugün çox maraqlı, çox aktual bir mövzu ilə görüşünüzə gəlmişik və qonağımı sizə təqdim etmək istəyirəm. Qonağım həkim nevropatoloq, Çin təbabətinin iynə batırma üsulu akupunktura üzrə mütəxəssisi, Beynəlxalq İqMART Assosiasiyasının üzvü Əlövsət Əhmədlidir. Mən həkimliyin tarixçəsi belə oldu. İndiki Samara şəhəri Koybişevdə institut oxumuşam. 5-ci kursda Bakıya perevod olmuşam. Bakıda tutalım institutdan. Orada da mənim bir dostum var idi. O mənə çox danışırdı. O vaxtlara ki, Çin təbabəti, yəni akupunktur haqqında o çox maraqlanır, o məlumatı var idi. Məni də maraqlandırdı. Gəldim işə başlayanda həkimliyə 80-ci ildə başlamışam. Deməli, bizim bir qohum var idi, Qonça xanım. Birinci Azərbaycanda o məşğul oldu. Çin dilindədir, rus dilində akupunktura, iqloterapiya, akupunkturda ingilis dilindədir bu. Müalicə metodunun adı. Xanımdan mən xahiş elədim, Leningradda, o vaxtki Leningradda nə çətinliyinə mən getdim orada oxudum. 2 dəfə kurs keçdim, 3 ay bir, 2 ay bir akupunktur üzrə Leningradda 89-cu, 90-cı illərdə. Sonra onların SSR dağılana yaxın orada Almaniya simpozium təşkil olunmuşdu. Mənə də dəvətlənmişdilər oraya. Mən 91-də getdim orada. Simpoziumda iştirak elədim. Orada Beynəlxalq Assosiasiyanın üzvü qəbul etdilər məni. Həmən o akupunktura təhsili ilə Şəkidə işlədim. Orada kabinetlər də var idi. Orada işlədim, məşğul oldum. 98-də Bakıya gəldim. 4 nömrəli xəstəxanada işlədim. Bakı sağlamlıqda işlədim. Sonra da Əfəndiyevdə işlədim. Akupunktur ilə belə mədə məşğul olmuşam. Ancaq konkret, yəni mən nevropatoloqum. Nevrologiya ilə məşğul olmuşam. Xəstəxanada bilirsiniz, ağır xəstələr olur, reanimasiyada, konsultasiyalar, şöbələ xəstələr. Ən çox bununla məşğul olmuşam. İndi akupunkturla istəyirəm təzədən bərpa eləyəm. Effekti çox gözəl olur akupunktura. Yəni bunun 3000 il tarixi var akupunktura, Çin təbabətinin. İndi bu akupunktura ilə də xəstəlik var ki, bir kursundan keçmiş edir tamam. Allergiya xəstəliyi, məndə xəstələr olub, bir kursdan keçmiş edir. Tamam da olub o adamda. Çünki orada kanalları tənzimləyirsən, ağciyər kanalı var, ürək kanalı var, mədə kanalı var. Bunları tənzimləyəndə o bədəndə tarazlıq yaranır, xəstə normallaşır vəziyyəti. Doktor, xoş gəlmisiniz studiyamıza. Sağ olun. Bugün izləyicilərimizə maraqlı bir mövzudan bəhs edəcəyik. Çoxları bəlkə də bu mövzudan xəbəri var, bəzilərinin də bu mövzudan xəbəri yoxdur. Çox xeyirli bir mövzudan danışacağıq. Demək, bugün mövzumuz akupunktura və iynə terapiya və yaxud iynə terapiya ilə müalicədən danışacağıq. Akupunktura müalicə üsulu nədir və hansı prinsiplərə əsaslanır? Buyurun, doktor. Deməli, akupunktura ingilis dilindədir. İqloterapiya rus dilindədir. İynə batırma biz Azərbaycanda Çinci terapiya Çin dilindədir. Yəni bunların hərəsinin Çinci terapiya əslində bu gedir. Və Çinci terapiya nə deməkdir? Çin iynə batırma, cüda dağlama. Əslində Çinlilər dağlamadan o eləyir. Dağlamaq. Nöqtə mesajı da var. Amma əsas Çinci, yəni bu mənası budur da. Ona görə də hər bu müalicə üsulu nədir və hansı prinsiplərə əsaslanır? Bu üsul bədə necə təsir göstərir? İstərdim izləyicilərimizə bu barədə ətraflı məlumat verəsiniz. Bu müalicənin çox qədim tarixi var. Özünün yəni bu doğrudan bir müalicədir. 3000 il, 4000 il, hətta 5000 il deyirlər bəzi mənbələrdən. Yaşı var. Yəni Çin o tərəflərdə, Monqol təbabətinə aid müalicə üsuludur, bəli. Demək olar Çində, amma ola bilsin Yapon da aiddir, belə də o ərazidir. Yəni burada bunlar insanların Avropa yəni tippinə görə yəni orqanlardır, belə şey, onlar bölürlər insanın bədənində dövran edən enerji ilə aid olan bir şeydir. Çi deyirlər ona, çi enerji. Və insanın bədəninə onlar bölürlər meridianlara. Ki orada axır da, enerji axır. Hər orqanın özünün meridianı var. Qaraciyərin meridianı var, öd kisəsinin meridianı var, ürək meridianı var. Çox da ağciyər meridianı, yəni 12 dənə meridian var. Bəli. Və 2 dənə də orta meridian, arxa orta meridian. 14 meridian var. Və burada enerji dövranlayır. Hər orqanın özünün meridianı var. Yəni mən qısa demək istəyirəm də, şəkildə də, belə sadə şəkildə. Bəli, buyurun. Və burada xəstəlik əmələ gələndə
hansı bir meridianın ola bilsin ki enerji çatmamazlıq əmələ gəlir. Onda o birisi meridian, yanaşı meridian ona təsirli, onu biraz da zəiflədir. Ona görə də o meridianda həmən ondan sonra o həmən orqanda şey əmələ gəlir də, nəsə çatmamazlıq, patologiya inkişaf edir. Çin təbabətinin əsas məqsəd budur ki, biz aşkar eləyək, hansı meridian zəifdir və o meridianın biz enerjisini bərpa eləyək. Çünki bərpa eləməsən, o getdikcə zəifliyir və tamam, o da orqana aid da, meridian öz-özlüyündə bədəndə, indi məndə plakat olsa yaxşı olar. Qadın xəstəliyi əlaməti hormonal dəyişiklikdir da, yəni onu sən tənzimləyirsən ginekoloq və yerli nöqtələrdən istifadə edirsən. Yine malcası məsələn menstruasiyanı tənzimləyə bilmir. Ona görə sən hormonlarla tənzimləyirsən. Ancaq simptomlarını tərləmədir, vegetasiyon sistemi, ürək döyünmədir, bunlar hamısını iğne ilə, iqla terapiya ilə tənzimləyirsən. Məsələn, hansı bir xəstəliyi misal çəkək doktor? Bəli, bəli. Və o həmin xəstəlilərin, ümumiyyətlə hansı xəstəliklər akupunktura üsulu ilə müalicə oluna bilər və birini misal çəkək, həmin xəstə tutalım ki, gəlib sizin yanınıza və akupunktura üsulu ilə müalicə olunmaq istəyir. Bəli, bəli. Bunu necə izah edərdik izləyicilərimizə? İndi bu maraqlı sualdır. Bəli. Və sırf onun, yəni o dərinliyinə gedir də o sual. Deməli, tutalım ki, ağciyər meridianı bura aiddir. Ağciyər dəridə nəfəs alır, dəridə bu ağciyər meridianına aiddir. Deməli, bunlar ikisi də ağciyər. Sonra o, bir də mən sizə yadımdan çıxdı deyəm, in və yan. İn deməli, qaranlıq deməkdir, yan işıq deməkdir. Hər meridian özün ini də var, yanı da. Məsələn, ağciyər in meridianıdır. Düz bağırsaq yan meridian. Bunlar paralel gedirlər. Bu çox uzun məsələdir. Fəlsəfi bir mövzudur, genişdir. Yəni qadın indi, kişi yandı. Günəş yandı, ay indi. Bu belə götür. Gecə indi, gündüz yandı. Bunlar belə yanaşırlar. Yəni ona görə fəlsəfi dil. Məsələn, bədənin bu tərəfi, daxil tərəfi indi, bu tərəfi yandı. Bura indi, bura yandı. İndi buna görə də burada müalicə gedir. Yəni biz enerjini elə bir şey bədəndə tarazlıq yaratmaq. Enerji tarazlığı da yaratmaq üçün. Çünki hansı orqanla çatışmırsa və onu Çin təbabətini aşkarləmək daha asandır. Nəinki indi düzdür, o aparatlar var, belə şeylər, onun daxil insan daxili xəstəliyini aşkarləmək. Amma Çində başqa bir üsuldur. Və bununla əlaqədar tutalım ki, ağciyər, insanda allergiya var. Bəli. Bir də orada bir şey var. Deməli, xəstəlik bunlar bölürlər iki funksiya, iki şeyə də dövrə. Hiperfunksiya, hipofunksiya. Hiperfunksiya o demək ki, enerjisi çoxdur, daşır, orqanın funksiyası çox həddindən aşır, özündən normadan artıqdır. Məsələn, bronxial asma nəfəs alır, ağır. Bu ağciyarın hiperfunksiyası gedir. Vərəm xəstəliyi hipofunksiyaya gedir. Yəni zəifləyir insan, rəncibə belə də yəni. İndi allergiya da dəri xəstəliyi ağciyarın hiperfunksiyasına aiddir. Yəni elə bir dolurdaşı da orqan baxdı ağcı bədəndə də özünü bir uza verir. Bizim vəzifəmiz nədir? Çox sadə. Hər bir daxil bir şey çox sadə həll olunur. Daha belə mürəkkəb. Biz həmin o ağciyər meridianını tormozlayıb, yəni tormozlama metodu ilə də onu o kanalın, meridianın nöqtələrinə təsir eləyib biz onun enerjisini azaldırıq. Nöqtələrini deyirsiniz ki, təsir edir, iynələr vasitəsilə. Orada iynə var. Doktor, onu izah edək də. Yəni bu iynələr ağrıdırmı? Bu iynələr necə batırılır? Batırılarkən hansısa bir nə hiss olunur? Pasiyent özünü necə hiss edir seans zamanı? Normalda. Yəni bunlar hamısını mənim müəllimim Çində oxuyub, Şanxayda. O sonra Leningradda kafedra müdürü olub. Qaçan Allah ona rəhmət eləsin. Yəni o bütün sirlərini bildi. Bizə də öyrədirdi onu. Deməli, həmin o siz deyən variant tormozlama variantı. Bir də var ki, variantı da, oyadıcı variant. Deməli, hiperfunksiyanı tormozlayırsan, hipofunksiyanı oyadırsan da enerji verirsən. Deməli, iynənin dərinliyi var. Hər nöqtənin özünün dərinliyi var. Hər nöqtənin dərinliyi var. Bəli, bir yəni anatomik quruluşu var, harada yerləşir da. Məsələn, Zusanli
burada yerləşir. Yəni Fego, yəni bunlar çoxdur da 400-ə qədər nöqtə var. Yəni bunu biz bilə bilmərik, bunu mütəxəssis özü bilə bilər. Və biz həmin nöqtəyə iynə batıranda, normal əgər düşürsənsə nöqtəyə, normal həkim düşürsə, elə belə qana bəziləri var, eşidib məşğul olur, amma... Bu başdan getdi bir iş deyil. Yox, bu fəlsəfədir. O nöqtəyə düşən kimi bədəndə cəryan hiss olunur. Xəstəlik tok vurdu. Onda deməli sən nöqtəyə düşmüsən. Dəqiq nöqtələr var. Bəli. Sonra ekspozisiya deyirlər də, onun saxlama müddəti. Bəli. Tormozdan metod, tormozlayıcı metod bir saata yaxındır, 40, 45, 50 dəqiqə. Çox az saxlayırsan onu. Hardasa 3 dəqiqə, 5 dəqiqə iynəni saxlayırsan. Amma tormoz metodunda çox saxlayırsan ki, o enerjisi azalsın, keçsin o zəif şeydən meridyana. Zəif tərəfə təsir göstərsin. Tormozda bir də ki, bayaq dedim yazdım, nəsə. Yəni ki, o iynələrin saxlama şeyi də var, özünün qaydası var. Müddətli qaydası. Sən onu məsələn çox saxlayarsan, ziyan vurarsan. Onu da bilmək lazımdır. Az saxlayarsan, çox saxlayan yerdən. Yəni bunun nə qədər olur? Yəni çox saxlamaq dedikdə nə qədər olur? Az saxlamaq? Çox saxlamaq hardasa 40 dəqiqə minimum. Minimum 40 dəqiqə. Bəli. Bəs az saxlamaq nə qədər çəkər? Sakitləşdirici metod az saxlamaq 5 dəqiqə qədər. 5 dəqiqə. Yəni özü sən iynəni çox elə dərinə vurmursan, çox şeyləmirsən, yüngülvarı. Bəli. Bu doktor ağrıdıcı olmur da. Da indi ağrıdı deyəndə qadınlar çox rahat keçirir, kişilərdə biraz şey olur. Şərtin əmələ gəlir. Qadınlar həmişə deyirlər ki, iradəni dözürlər. Bəli. Yox, ağrı olmur, prosta nöqtə düşənə elə bir ki, cəryan keçir. İstəyirsən keçdi cəryan. Doktor, bu ilk seansdan mı xeyrin görə bilir pasiyent? Yəni onu necə izah edərdiniz? Yaxud neçə dəfə gəlmək lazımdır ki, həmin xəstəlikdən insan qurtula bilsin? Baxın, bu yəni belə orta belə deyək ki, kurs müalicəsi 8-10 seansdır. 8-10 seans. Elə belə ola bilsin ki, 4 seansa da xəstə düzələr sağalır. Məsələn, allergiyalar deyirsən 3-4 seansa da sağalır. Bu rinitlər var, allergik rinitlər, səpkilər bədəndə. Bunlar çox yaxşı. Həmən ağciyər kanalı tozluysan, normaldır. Ömürlük gedir. Məsəl üçün, mən özüm rinitdən əziyyət çəkirəm. Məsələn, mənə həkim deyir ki, sən bu fəsillərdə, yaz fəsillərində çıx Bakıdan get. Yəni ki, həqiqətən bu özdəki savadlı bir həkimin mənə verdiyi tövsiyədir. Mən özüm indi bildim və çox sevindim. Sən indi başlı yaşayırsan. Artıq mən 20 ildən çoxdur ki, bu xəstəlikdən əziyyət çəkirəm və tibbi yolla müalicə oluram, azacıq. Yox, o desensibilizasiya çox əziyyət çəkirəm. Dərmə desensibilizasiya edilir. Onu sən həmən momentdə köməliyir də, sutka sonra yenə eyni şeydir. Bəli. İynə batırma bir dəfəlik götürür də onu. İndi mən istəyərdim ki, qısaca deyərdiniz ki, məsəl üçün, mən belə başa düşdüm ki, xəstəliklərin bir 90%-ni akupunktur üsulu ilə müalicə etmək mümkündür. İstəyərdim o xəstəliklərdən bir neçəsinin adını sadalayardınız. Yəni, bizim izləyicilərimizin də xəbəri olsun. Mən görürəm, məsəl üçün, videolarda görmüşəm, üzə düzürlər həmin iynələri, kürək nahiyəsinə, yəni necə mümkündür? İstəyərdim ki, ətraflı deyərdiniz ki, məsələn, bu müraciət edə bilərlər. Bilirsiniz necədir? Mən sizə deyim də, birincisi, yəni normalda, bu ədəbiyyatda da var da, o var əks göstəriş, var göstəriş. Məsələn, onkologiya əks göstərişdir. Olmaz da. Onkoloji xəstəlikləri qadağadır, bəli. İnfeksion xəstəliklər əks göstəriş. İnfeksion xəstəliklər, onkoloji xəstəliklər. Yəni qızırma da. Bəli, olmaz. Eləmirsən, uşaqlara məsələn 7-10 yaşına qədər məsləhət deyil. Amma o isitmək olur da nöqtələri. Amma nöqtə masaj eləmək olur. Amma iynə batırma məsləhət deyil. 10 yaşına qədər uşaqlara qadağandır. Yəni belədir də, qadağan deyəndə məsləhət deyil. Nöqtə masaj eləyə bilərsən. Nöqtə masaj eləyə bilərsən. Digərləri şəkər xəstəliyinə məsləhət deyil. Əslində ağır şəkərə də, belə yüngül şəkərə. Ağır şəkər xəstələrinə olmaz. Eləmək olar ha. İnanırsınız, dediyiniz bu məsləhətlər o qədər vacibdir. Çünki mən bilirəm ki, bildi-bilmədi insanlara o üsulu tətbiq eləyirlər və onun da fəsadını həmin xəstə yaşayır. Amma sizin peşəkarlığınız, uzun müddət bu sayədə təcrübəniz onu göstərir ki, məsəl üçün, çox rahat şəkildə deyirsiniz, bəli, bu xəstəlikdən əziyyət çəkənlər akupunktura üsulu ilə müalicə oluna bilməzlər. Sözsüz, mən onu cinayət də onu götürməyəm. Bəli, sonra nə deyərdiniz? Buyurun. Xəstəliklər, yəni belə müalicə olunması xəstəliklər funksional xəstəliklər. Yəni ki, funksional nədir? Nevrozlar, depressiyalar,
o şey ki, bədənə orqanizm yoxlayırsa, görsən ki, sağlamdır. Amma yəni nevrozdur da, Müəyyən başım ağrıyır, ürəyim sıxılır. Bunlar çox qəşəng. Yuxusuzluq. Hər şey bunlar çox qəşəng tab olur. Çox qəşəng tadı var. Hətta belə bir şeylər olur, neçə dəfə mən müşahidə etmişəm. Xəstəni tam üst siniri ifliclə müalicə edirəm. Üst sinir çox var. Orada da mən ümumi nöqtələrdən istifadə edirəm da. Elə nöqtə var, həmişə istifadə. O xəstə mənə qayıdır ki, doktor mən əsəbi idim. Gedə 7-ci səsiyə. İndidir, yanımdadır, adam öldürən olsa vecmədir. Yəni o ümumi xəstə nöqtələr, o iflic öz yerində insanın sinirlərini də sakitləşdirir. Rahatlanır. Elə bir ki, çox bican vursan da əsəb olmur. Nə gözəl. Doktor, üst sinirindən danışdıq. Çünki mənim müşahidə etdiyim var ki, məsəl üçün adamlar olub ki, üst sinirindən əziyyət çəkirlər, onlara əməliyyat olunmağı məsləhət görüblər. Bu necə olur? Hansı halda əməliyyat oluna bilər və hansı halda akupunktura, yəni iynə batırma üsulu ilə üst sinirindən əziyyət çəkən xəstə sağala bilər? Bu biraz qəliz sualdır. Deməli, üst sinirinin ümumiyyətlə, yəni hardasa o üst siniri beyindən çıxır, qulaq kanalı ilə sonra üzə çıxır. Yəni o mimik əzələlər idarə edir. Əgər o 1 ildir, nə bilim 6 aydır o adam müalicə olunmuyorsa, onu sinir tamam ölür da. Yəni dərhal Neynəyəsən ona? Amma 1 ay, 2 ay gecikəndə kömək eləmək olur. Ancaq akupunktur edir. Elə belə dərmanla üst sinirlə kömək eləmək çox çətindir. Çünki birinci gündən nəsə eləyirsən, kömək eləməyəndə orada da ki metodlar var da, yəni üsullar var. Dağlama, yəni da isitmə nöqtələri. İynə batırma, bir də nöqtə masajı. Çox qəşəng effekt verir. Sonra məsəl üçün hansı xəstələr müraciət edə bilərlər? Ağrı xəstəyi, ağrı sindromu olan fəqərə tutalım ki, osteoxondroz deyirlər də o xalq arasında. Ağrı sindromu, bel ağrı, boyun ağrı, çox yaxşı. Sonra sinir nevritlər olur. Tutalım ki, mil siniri zədələnir, insan bilək işləmir. Nə bilim, dirsək siniri zədələnir. O, baxmayaraq, çoxdan olmuş da olar. Onu kömək eləmək olur. Nə gözəl. Biraz gərək məşğul olasan da. Yəni, cərrahiyə ehtiyac yoxdur. Yox, mil sinirinə cərrahi, ancaq akupunktur ilə, onu cərrahi eləmirlər. Daha nə tövsiyə edə bilərsiniz, nə məsləhət verərdiniz, doktor? Yəni, hansı xəstəliklər, ən çox tabi olan xəstəliklər, o ki, dərmanda tabi olmur, amma bunda tabi olur. Mən sizə təxminən dedim. Migren əlamətdir, hansısa simptom. Bir var yerli nöqtə, məsələn, başa eləyirsən. Bir də var ki, kanal nöqtəsi. Kanal nöqtəsi daha güclüdür, daha effektlidir. Nəinki yerli nöqtə. Migren xəstəliyində ikisi də istifadə olunur. Bir kurs 8-10 seansdır. Elə xəstəlik var ki, xronik hala keçir, o biraz 2-3 kursa da düzəlir. Elə xəstəlik var ki, bir kursa düzəlir. Elə 5 seansa düzəlir. Məndə xəstə olub 3 seansa düzəlir. Migrenda biraz çətin başa gəlir. Migren xəstəliyində mən çox müalicə etmişəm. Başqa, yəni ki, ən çox şeydir da, məsələn, üçlü sinir. O ağrı kronik sinir, nevroloji üçlü sinir. O çox çətin tab olur. Ömrü boyu onlar dərman qəbul edirlər. Finlepsin, nə bilim nə, qabapentin, qabagamana. Ona da kömək eləmək olur. Yəni sinir, periferik sinir nə deməkdir? Mil siniri, periferik üst sinir, bunların periferik yəni beyinə çıxandan sonra bədənə yəni. Onlar qəşəng kömək eləmək olur. Ümumiyyətlə, stress və sinir sistemi problemlərində rolu böyükdür də, belə başa düşürəm. Bəli. Bir də müasir tibblə birlikdə də tətbiq oluna bilirmi akupunktura üsulu? Müasir tibb deyəndə ki, məsələn, bəyək biz təxminən də belə deyim ki, məsələn, beyin qansızım, o momentdə heç nə eləmək olmur ona, akupunktura, heç bir eləmək də olmaz. Qansızmadır, kəskin insultdur, infarktdır, bunlara heç vaxt tətbiq olunmur. Ancaq bərpa dövründə. Bərpa dövründə. İnsultda ki, iflic olur. Sağalmaya doğru gedirsə. İnfarkt xəstəliyində o da istifadə olunmur, o kimləsə səhvdir. Ancaq insultun bərpa dövründə istifadə etmək olur ki, iflic əlamətlərini götürmək üçün. Doktor, artıq neçə ildir, yəni istəyərdim öz təcrübənizdən danışasınız, bu müalicə üsulundan istifadə edəsiniz və pasiyent məmnunluğundan istəyərdim danışasınız. Belə deyək də, İnsanların bu müalicə üsuluna olan hörməti, rəğbəti, inamı nə səviyyədədir, nə qədərdir? Yəni insanlar bu müalicə üsulundan nə dərəcədə xəbərdardırlar? Mən onu dəqiq deyə bilmərəm. İnformasiya nə dərəcədə var insanlarda. Yəni bu pasiyentlər çoxdurmu yanınıza gələn, bu müalicə üsulundan istifadə edən, onu soruşmaq istəyirəm. Pasiyentlər
Gəlir ancaq Bilirlərmi? çoxsu bilmir. Ay, mən onu bilmirəm. İnformasiya yoxdur. Elə eşidiblər ancaq dəqiq informasiya hansı xəstəlik konkret akupunktur ilə bağlı, hansı məsəl üçün belə də nisbi effekt verir. Bunları bizimkilər, bizim əhali bilmir. Bilmir. Ona görə də Yaş olaraq ən yaşlı adam məsələn hansı yaşda gəlib akupunktura üsuluna müalicə edə bilər və müalicənin ziyanı olmaz. Yaş məsələsi biraz qərizdir də. İnsanın birincisi bədənin özünün vəziyyətindən asılı. Elə adamlar 80 yaşında cavan olan kimi belə əzələləridir. Yəni bu insanın özünün vəziyyətindən Fiziologiyasında belə deyək təsir. Yəni ki, çox xəstə, çox düşkün, çox tutam ki, şəkər xəstəliyi keçirir, infarkt, onu nə, yəni biraz çətin əmələcək. Məsləhət deyil. Bəs insanın məsələn üçün qadınlar xüsusilə, məsələn qırışlar olanda, sifət sallanması falan bir gözəllik proseduru kimi iynə batırmanın rolu var? Yəni bu müalicə sonu. Yox, burada ancaq xəstəlik müalicə olur. Xəstəlik müalicəsi. Siz deyən o plastik şeylər, gözəllik məsələsi yoxdur. Plastik əməliyyatlar eləməzlər, gəlsinlər. Nəyi müalicə eləyəsən? Məsələn, lifting effekti falan bir şeylər olur. Dərinin qırışmaması, belə bir şeylər. Ona inanmayın, kim eləsə deməli siz alladır. Yəni o xəstəlik müalicə olur. Siz deyən kosmetik məsələlər aiddir. Yox. Sonra nə tövsiyə edəriz doktor? Bu istərdim ki, bir maarifləndirici bir tövsiyə verərdiniz. Yəni bəziləri bəlkə elə bilir ki, bu narahatdırlar ki, məsəl üçün ziyanı çox ola bilər, amma əslində akupunktura üsulu ilə müalicə çox gözəl müalicədir və bilməyənlər də yəqin ki, bizim bu verilişimizə baxıb xəbərləri olacaqlar və ekranda da həkimimizin, doktorumuzun əlaqə nömrələri olacaq, var. Baxsınlar, doktorun qəbuluna yazılsınlar və can rahatlığı ilə artıq uzun illərdir, böyük bir təcrübəsi olan doktorumuzun 90-cı ildən bu yana bəli bu müalicə üsulundan geniş istifadə edən həkimimizə, həkim nevropatoloq Çin təbabətinin iynə batırma üsulu, akupunktura üzrə mütəxəssis Beynəlxalq İqMART Assosiasiyasının üzvü Əlövsət Əhmədliyə doktorumuza müraciət edə bilərlər. Doktor, sonda deyə biləcəyiniz nəsə varmı? Yəni nə deyərdiniz pasiyentlərə, izləyicilərimizə nə tövsiyə edərdiniz, nə məsləhət görərdiniz? Elə bu müalicə üsulu. Yəni mən yenə də demək istəyirəm ki, biri var xəstəliyi, bir də var xəstəliyini profilaktika, yəni qarşısını almaq. Bəli. Məsləhət imkan varsa xəstəlik bu başdan təzə başlayanda qarşısını almaq. Lobusun üst siniri. Üst siniri bir ay geçsin onun çətin deməli, amma olur. Akupunktur ilə olur. Ancaq sən oturub gözləyəndə şey olmadı. Onu neynəmək olur? Onu çoxları bilmir deyəm. Valla bilsələr, çünki var mənim ətrafımda elə xanımlar, onlar bilmirlər. Hətta mənlə də maraqlanmışlar. Mən də cərrahiyyə əməliyyatı tövsiyə eləmişdim. O axırıncı şeydir. O axırıncı mərhələdir. Mən nə yaxşı ki, bugün siz bizim qonağımız oldunuz. Mən özüm də bilmədiklərimi öyrəndim və hətta mən özüm də bir pasiyent olaraq sizə müraciət edəcəm. Çünki allergik rinitdən əziyyət çəkən bir insan kimi, bəli, istərdim məni də sağaldasınız. Doktor, çox təşəkkür edirəm. Bugün studiyamızın qonağı oldunuz və izləyicilərimizə də məsləhət verirəm, tövsiyə edirəm ki, sağlamlıqlarının qeydinə vaxtında qalsınlar, xəstələnməsinlər. Doktor, verilişimizin sonuna gəldik. Sağollaşıram izləyicilərimizdən. Sizinlə də sağollaşıram, təşəkkür edirəm. Və əziz izləyicilərimiz, Sağlamlıq 360-ın sonuna gəldik. Bizim verilişlərimizi, buraxılışlarımızı izləyin. Növbəti buraxılışımızda da çox maraqlı mövzu ilə görüşünüzə gələcəyik. Sağ olun, salamat qalın. Hələlik deyirəm sizə.